2026-cı ilin fevral ayı sevgi və münasibətlər baxımından aktiv dövr kimi qiymətləndirilir. Astroloqlar bildirirlər ki, bu ay Venera və digər planetlərin mövqeyi emosional yaxınlaşmaları, münasibətlərdə açıq ünsiyyəti və yeni başlanğıcları ön plana çıxara bilər. Astrobürc TV Mətbuat.az-a istinadən xəbər verir ki, bəzi bürclər üçün fevral romantik sürprizlərlə yadda qalacağı gözlənilsə də, digərləri münasibətlərdə ciddi qərarlar vermək məcburiyyətində qala bilər. Qoç. Astroloji proqnozlara görə, fevral qoçlar üçün daha ehtiraslı keçə bilər. Subay qoçların gözlənilməz tanışlıqlar yaşaya biləcəyi, münasibəti olanların isə partnyoru ilə açıq danışaraq problemləri yoluna qoya biləcəyi qeyd olunur. Buğa bürcü fevralda sevgidə sabitliyə üstünlük verə bilər. Astroloqların fikrincə, uzunmüddətli münasibətlərdə etibar mövzusu ön plana çıxacaq. Subay buğalar üçün keçmişdən bir insanın yenidən gündəmə gəlməsi mümkündür. Əkizlər. Astroloji təhlillər əkizlər üçün fevralın emosional baxımdan qarışıq ola biləcəyini göstərir. Qısa müddətli flörtlər artsa da, ciddi münasibət qurmaqda tərəddüdlər yarana bilər. Ayın ikinci yarısında daha aydın qərarlar vermək mümkün olacaq. Xərçənglər üçün gələn ayın sevgi baxımından daha güvənli keçəcəyi bildirilir. Münasibəti növbəti mərhələyə daşımaq, ailə qurmaqla bağlı düşüncələr arta bilər. Şir. Astroloqlar Şir bürcünün fevralda diqqət mərkəzində olacağını qeyd edirlər. Romantik jestlər münasibətləri canlandıra bilər. Subay şirlər isə öz cazibələri ilə qarşı tərəfin diqqətini çəkməkdə çətinlik çəkməyəcəklər. Qız bürcü növbəti ayda sevgiyə daha rasional yanaşa bilər. Duyğularla məntiq arasında seçim etmək lazım gələcək. Dürüst söhbətlər münasibətlərin gələcəyini müəyyənləşdirə bilər. Tərəzi. Astroloji proqnozlara əsasən, fevral tərəzilər üçün sevgi baxımından uğurlu aylardan biri hesab olunur. Münasibətlərdə harmoniya və qarşılıqlı anlayışın artacağı gözlənilir. Subay tərəzilər üçün ciddi münasibət ehtimalı var. Əqrəblər fevralda emosiyalarını daha açıq şəkildə göstərə bilərlər. Astroloqlar qısqanclıq və ehtirasın münasibətlərdə gərginlik yarada biləcəyini bildirir və səbirli olmağı tövsiyə edirlər. Oxatanlar üçün fevral azadlıq və sevgi arasında balans yaratmaq ayı olacaq. Uzaq məsafəli münasibətlər və ya fərqli mədəniyyətdən olan biri ilə tanışlıq mümkündür. Oğlaqlar fevralda sevgiyə daha ciddi yanaşa bilərlər. Astroloqlar münasibətlərdə məsuliyyət və gələcək planlarının ön plana çıxacağını bildirirlər. Subay oğlaqlar üçün iş mühitində yeni tanışlıq ehtimalı var. Dolçalar üçün gələn ay qeyri-adi sevgi hadisələri ilə yadda qala bilər. Gözlənilməz etiraflar və ani qərarlar mümkündür. Balıqlar fevralda romantikanı daha dərindən hiss edəcək. Bu dövr münasibətləri möhkəmləndirmək baxımından əlverişli hesab olunur.